Dostlar, Rusiyadan bir məlumatım var. Bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya iqtisadiyyatında ciddi geriləmələr mövcuddur. Bunu rəsmi Kreml özü də etiraf edir və bildirirlər ki, həm benzin çatışmazlığı, həm dizel yanacağı ilə bağlı problemlərin olması, həm də iqtisadi inkişafın zəifləməsi, Avropa və bir sıra ölkələr tərəfindən sanksiyaların tətbiq olması əhalinin həyat səviyyəsinə də təsir göstərib və bu əsasən də son dövrlər artıq geyim və ayaqqabı dükanlarında da böhran yaşanmağa başlayıb. Məlumata görə artıq vətəndaşların qənaət rejiminə keçməsi, geyim, ayaqqabı, bu qəbildən olan məhsulları almaması səbəbindən dükanlarda 30%-dən 90%-ə qədər endirimlər təklif olunur. Məlumata görə geniş miqyaslı endirimlər elan edən brendlər arasında Kate 31, Choice, Viva and Vika, Fails və digərləri var və 31 milyon rubl zərər etdikdən sonra Kate 31 31%lik endirmə başlayıb. Choice-da qiymətləri 30% endirib və biznesin bağlamağı düşünür. Fails kimi iri markalarda satışların kəskin azalması səbəbindən 90%-ə qədər endirim həyata keçiriblər və Rusiyada faktiki olaraq vəziyyət belədir ki, vətəndaşlar artıq gündəlik yaşam xərclərinə üstünlük verirlər və geyim, ayaqqabı dükanları faktiki olaraq böhran vəziyyətinə düşüb, böhran dövrünə keçiblər. Ona görə də çox böyük endirimlər təklif etməklə Rusiyadakı fəaliyyətlərini dayandırmaq, dükanlarını bağlamaq haqqında düşünürlər.